Demək, biz Natiqi ilk dəfə 2022-ci ilin sentyabrında müayinə eləmişik. Boy qısalığı şikayətindən gəlib və oradakı boy göstəricilərinə görə Natiqdə boy hormonu yetməzliyinin olub-olmadığını araşdırmaq qərarına gəlmişik. Nəticədə də boy hormonu çatışmazlığı çıxmayıb, yəni normal olub. Belə olan halda biz bu uşaqlara boy hormonu başlamırıq. Əgər onun özünün böyümə belə deyək şansı varsa, amma bu o demək deyil ki, bir dəfəki testimizdə yetməzlik çıxmadısa, bu uşaq getsin, gəlməsin, hər şey yaxşıdır, yolundadır və buna heç nə eləmək lazım deyil. Ola bilir ki, bu vəziyyətlərdə bəli, həqiqətən heç nəyə ehtiyacı olmur, əksəriyyət hallarda da elə olur və uşaq özü gəlib genetik potensialına çatır, hədəfinə çatır. Amma bəzi hallarda olur ki, 2 il yarım öncə dediyimiz sözü indi təsdiqləyə bilmirik. Yəni yeniyetmə periodunun başlaması və gedişatı sürprizlərlə dolu olur. Bütün yeniyetmələrdə hər şey stabil qayda qanunla gedəcək deyə bir şey yoxdur. Baxın, Natiqi mən 2 il yarım öncə görəndə boy hormonu başlamamışam, amma bu uşaq izlənməlidir demişəm. Yəni normalda bunu bütün uşaqlara deyirik, kimlərə ki, biz boy hormonu müalicəsi başlamırıq və daha gec-gec çağırırıq. Amma yəni bu 2 il yarım müddətində bir dəfə də olsun gəlməyiblər. Bu gün gəlib kontroluma və müayinə edib baxıram ki, 2 il yarım dövrdə indi 14 yaş 2 aylıqdır, boyu 11 yaş yarım aylıqdır. Demək olar ki, 3 il geri qalmamız var. Və bu 2 il yarım periodda cəmi bu uşaq 8 sm boy artırıb. Hansı ki, bu yaş periodunda 1 ilə 8-10 sm boy artımı görməliyik. Yəni bu normadan 3 dəfə aşağıdır deməkdir. 2 dəfə yarım, 3 dəfə aşağıdır deməkdir. Və hal-hazırda müayinə edirəm ki, cinsi inkişafı da başlayıb və tam yaşına uyğundur. Artıq bu periodda həm cinsi inkişaf irəliləyir, həm pasport yaşı irəliləyir. Amma boy tempi geridə qalıb və bu bizim proqnostik boyumuzu aşağı salır. Yəni bu genetikaya görə bu uşaq 174 sm boya çatmalıdır. Azı 168, çoxu 180 sm ola bilər. Amma indiki temposu göstərir ki, bizim 168-ə çatma ehtimalımız belə yoxdur, aşağıdır. Ona görə biz bu uşaqda təkrar ikinci boy hormonu stimulyasiya testi eləyəcəyik bugün və nəticəmizə uyğun olaraq boy hormonu başlayacağıq. Yetməzlik çıxarsa ona uyğun dozada başlayacağıq, çıxmazsa ona uyğun dozada başlayacağıq. Yəni test qoymaqda bugünkü məqsədimiz bizim iynə başlayıb başlamamaq qərarını almaq deyil. Test qoymaqda məqsədimiz iynənin dozasını təyin etməkdir. Yəni idiopatik boy qısalığı dediyimiz testləri neqativ çıxan uşaqlar olur. Hansı ki, bu vəziyyətdə boyu belə geri qalır, amma digər göstəriciləri irəliləyir. Ona görə valideynlərdən xahişim odur ki, hətta ana mənim videoroliklərimi izləyib, sonra narahat olub gəlib, anamnez toplayanda məlum oldu. Valideynlərdən xahişim odur ki, biz bu uşaqlara əgər iynə başlamırıqsa və ehtiyac yoxdur deyiriksə, mən bunu həmişə qeyd edirəm və yenə də deyəcəm. 6 ayda bir mütləq kontrollara çağırırıq. Xahiş olunur, o kontrollarınızı itirməyin. Sizin 6 ay, 1 il, il yarım itirdiyiniz vaxt uşağınızın gələcək proqnostik boyundan gedən itkidir, onu biləsiniz. Ona görə nə qədər erkən üzərinə düşsək, vaxtında müalicə eləsək, bir o qədər də nəticəmiz uğurlu olur.